Salam dostlar. Ümid edirəm gününüz xoş keçər. Bir müddət əvvəl bir kitab barəsində söhbət açmışdım. Deməli bu ərəb əsilli Amerikan intellektualı Edward Saidin kitabı idi. Və istəyirəm indi o kitab haqqında nisbətən çox, amma ümumilikdə qısaca bir söhbət açım. Deməli bu kitabın adı intellektualdır. Və intellektual sonra ardınca sürgün, yad və marjinal bir kəs. Yəni bu xəbər verir. Artıq kitabın içindəkilərdən mahiyyətindən xəbər verən sözlərdir. Edward Said bu Amerikan ədəbi tənqidçisidir. Amerikada yaradıcılıqla məşğul olub və həm də intellektualdır. Və mən elə düşünürəm ki, özünün intellektual necə olmalıdır, intellektual anlayışı özündə hansı xasiyyətləri ehtiva edir. Bu baxımdan Edward Said özü də məhz özünün tərif etdiyi intellektuallıq anlayışına uyğun bir yaşam sürüb. Və bu kitabda mənə çox maraqlı oldu. Çünki bu mövzu maraqlandıran bir mövzudur. Əslində intellektual kim nələr deyilir. Deməli, Edward Said əvvəlcədən girişdə özündən əvvəlki düşüncə insanlarının bu barədə analizlərini tanış edir oxucu ilə və mənə elə gəldi ki, o kitabın sonraki mərhələlərini oxuyarkən mənə elə gəldi ki, o daha çox John Gramsci adlı bir düşüncə insanının bu barədəki qənaətləri ilə daha çox razıdır və onları yenidən işıqlandırır. Öz düşüncəsinə görə, öz qənaətlərinə görə. Deməli, Edward Said'ə görə 20-ci əsrin ortalarından, hətta əvvəlindən də, yəni ümumiyyətlə 20-ci əsrdən dünya kültüründə, mənəvi mədəniyyətində ixtisaslaşma, bir sahənin içində olma daha çox yayılmağa başladı. Yəni bir düşüncə insanı, bir zehni əməklə məşğul olan insan bir sahəni seçir və o ancaq o sahə ilə məşğul olur və ona çox da maraqlandırmır. Dünyanın ümumi halı, ümumi mənzərəsi, şəkli ona elə də maraqlandırmır. Amma yenə də, hətta belə olduğu təqdirdə də bəlkə də instinktiv, bəlkə də mədəni təkamüldə özünü qoruyan çalarlar nəticəsində, bəlkə də genetik olaraq, amma yenə də dünyada Edward Saidin intellektual dediyi insanlar ortaya çıxırdı. Amma əvvəllər, məsələn, Edward Said'ə görə xüsusi bir sahənin insanı olmayan düşüncə adamları çox idi və onları daha çox dünyanın, insan dünyasının ümumi mənzərəsi, insanlar arasında münasibətlər, insan-təbiət münasibəti, iqtidar insan münasibəti, zorakı aparatlar, yəni fərqi yoxdur. Bu siyasi ola bilər, bu adət-ənənə ola bilər, bu zehni dogmatik ola bilər, dini ola bilər. Yəni ki, bu zorakı aparatlar və insan arasındakı ilişkiləri öyrənən, bu barədə danışan və ən əsası Edward Said'ə görə öz məhz insanın, yəni düşüncə insanının belə deyim, bəlkə də instinktiv, yəni öz psixikasından doğan və subyektiv mövqesini ortaya qoyması vardı. Yəni məsələn, Voltaire əgər o Voltaire'i misal kimi göstərir, məsələn John Gramsci ilə o barədə razıdır ki, yəni intellektuallar çox azad ruhlar sayılır dırnaq içərisində. Azad ruh dedikdə yəni nə? Məsələn, bir akademik Edward Said'ə görə və John Gramsci'yə görə və yaxud orada digər müəllifləri də göstərir, indi o barədə xatirimdə deyil. Akademik məsələn, bir ixtisas sahəsində olanın ağlı dünyaya çox soyuq yanaşır. İnsanlara çox soyuq yanaşır.
olub bitənlərə qarşı soyuqdur. Çünki bu bilirsiniz təbiət kimi bir nə belə deyim də prosesdir. Təbiətdə yaxşı və pis anlayışları itib. Onun özünün qanunları var. Amma heç o qanunlar özləri də qarışıqdır və dəqiq cizgilər və bəlli cizgilər yoxdur. Yəni dəyər, mənəvi dəyər əslində təbiətin özündə yoxdur və eləcə də təbiətə ağılla, sırf ağılla yanaşan bir beyin yapısında o dəyərlər çox üzə çıxmır və yaxud çox ciddi alınmır. Məsələn, tutalım, baxın, intellektual zəhmət deyilir də, bir silahın, bir bombanın yaranmasında kimyaçılar, fizikçilər, mühəndislər, adi yəni köməkçilər iştirak edə bilərlər. Təbii ki, bu insanlar bəlli bir zehni fəaliyyətlə məşğuldurlar. Texniki ağlın özünün ifadəsi ilə məşğuldurlar. Yəni bomba ağıl vasitəsilə yaranır. Bu yerdə bir vasitə kimi çıxış edir ağıl. Amma məsələn bu insanlar ixtisasın içərisində və insan dünyasının içərisində bu işlə məşğul olurlar. Amma qıraqdan özlərinə baxma yoxdur. Yəni dünyanın belə deyim, zehni olaraq, bəlkə xəyali olaraq dünyanın insan yaşamının fövqünə çıxıb və ona qıraqdan, o mənzərəyə qıraqdan baxma yoxdur bu insanlarda sanki. Onlar işlərini alır, işlərini edir, zəhmət, bunun müqabilində zəhmətini əldə edir və yaşayır. Məsələn, bax, bu belə bir yaşantını, belə bir mövqeni, bu mövqedən qırağa çıxan insanlardan biri, yəni gördüyü işi qıraqdan seyr edən insanlardan biri, bunun fərqində olmaq istəyən insanlardan biri, məsələn, olub Einstein və yaxud bu işdə iştirak etməyən, təbii ki, fizikçi deyil, amma elmi çox yaxşı bilən, çox dərin və geniş bilgilərə sahib olan, məsələn, rasionalist filosof Bertrand Russell. Məsələn, bu insanlar bu yerdə intellektual kimi çıxış edə bilirlər. Çünki bombanı hazırlamaq bu hansısa bir iqtidara lazım olan, bir zoraki, yəni bu faktiki zoraki bir istəyin ifadəsidir. Amma bu yerdə intellektual nədir? Məsələn, həmən o bombanı yaradan fizikçidirmi, yoxsa bombanı yaradıb da ola bilər, yaratmayıb da, prosesdə iştirak edən də ola bilər, etməyən də ola bilər, amma qırağa çıxıb, qıraqdan bu prosesə baxan insandır intellektual. Edward Said'a görə ikincisidir. Birincisi akademikdir. Yəni, Edward Said bu mənada deyir ki, əslində intellektuallıq intellekt sözü ilə bağlıdır, ağıl sözü ilə bağlıdır. Amma əslində o mahiyyətcə, yəni onun yaradıcılığı, intellektualın yaranma o mərhələsi mənəvi dəyərlərlə bağlıdır. Çünki sən yaxşı və pis, bomba və insan ilişkisi arasında nə yaxşıdır, nə pisdir. İnsan taleyi ilə, bəşəriyyətin taleyi ilə yaradılan bomba silah arasında necə bir əlaqə var, nəyə yaxşı ola bilər insan üçün, nəyi pis ola bilər insan üçün, bu barədə intellektuallar düşünür. Yəni o prosesdə iştirak edən fizik deyil, kimyaçı deyil, o köməkçilər